Salam dəyərli YouTube izləyicilərimiz. Bugün sizi elə bir evlə tanış eləyəcəm ki, evi almasanız belə əmin olun ki, videosunu izləməkdən zövq alacaqsınız. Bağlı, bağçalı, şəxsi tikili və üstəlik də əşyaları ilə birlikdə satışa çıxıb. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Evin yerləşmə yeri Kürdaxanı qəsəbəsidir. 113 saylı orta məktəbdən təxminən 250-300 metr məsafədə yerləşir. Ümumilikdə 4 sot torpaq sahəsindədir. Evimiz 3 otaqdan ibarətdir. Ümumi sahəsi isə 110 kvadrat metrdir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri qoyulub. Əşyalı qeyd edirəm. Əşyalardan elektronikanı çıxmaq şərti ilə mebellərin hamısı qalacaq. Amma elektronika götürüləcək. Yavaş-yavaş keçirək evin içinə. Onu da qeyd etmək istəyirəm ki, düz məhəlləyə qədər asfalt yoldur. Evin həyətinə maşın yerləşir. Hazırda qapısı balaca qapıdır. Bunu dəyişib böyük darvaza ilə əvəz eləyə bilərsiniz. Həyətə də üstəlik neçə maşın rahat şəkildə daxil ola bilər. Həyətini bir də belə göstərim sizə. Hər bir tərəfi yaşayış olan yer Kürdaxanıda demək olar ki, tam mərkəzdə yerləşir. Hər bir tərəfi yaşayış olan yer. Evdə hamam sanitar qovşaq ayrı-ayrılıqdadır. Bu evimizin girəcək hissəsidir. Dəhlizi, hamamı, sanitar qovşağı istipoldan ibarətdir. Bura sanitar qovşaq. Bura evin hamam otağı. Evin qiyməti isə inanın ki, dəyərindən çox aşağı qiymətlə satışa çıxıb. Çünki ev həm şəxsi tikilidir, beton, kəmər, qoşadaş, yəni necə lazımdırsa elə tikilib. Qiymət də cəmi 69 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olarsa, üstəlik də bizim səhifədən gələn müştərilərə ev sahibi tərəfindən xüsusi bir endirimdə olunur. Burada mətbəximiz, hər bir divarı qoşadaş, mətbəx mebelinə qədər hamısı var. Ev tam hazır girib yaşaya biləcəyiniz evdir. Yataq otaqları da göstərim, bununla da videomuzu tamamlayaq. Evimizin sənədi isə bələdiyyə sənədidir. Bura birinci yataq otağı. Bu qədər gördüyünüz əşyalar da hamısı evin içində qalır. Bu da ən sonuncu yataq otağı. Qiymət cəmi 69 min manat. Əlavə məlumat almaq üçün buyurun zəng edərək məlumat alın. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.